Salam hörmətli tamaşaçılar, Səs televiziyasında 24 saat xəbərlər buraxılışı efirdədir. Əvvəlcə günün əsas xəbər başlıqlarına qısa nəzər salaq. Gənclər Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, eləcə də Böyük Britaniyanın səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. Azərbaycan Mətbuat Şurası 1-ci Avropa oyunları ilə bağlı ölkə jurnalistlərinə müraciət edib. Bakı 2015 1-ci Avropa oyunlarında Azərbaycan yığma komandasının bayraqdarı məlum olub. Qubanın 5 ucqar dağlıq yaşayış məntəqəsinə internet verilib. Həmişə hökumətdən yenilik gözləyən xınalıqlar bu dəfə internet xidməti qazanıblar. İndi isə daha ətraflı. Cəbhədə atışmaların sayı artıb. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutqa ərzində atəşkəs rejimini ümumilikdə 95 dəfə pozub, qarşı tərəf cavab atəşi ilə susturulub. İyunun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1-ci Avropa oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn San Marino dövlətinin başçıları, San Marino Regent kapitanları Andrea Belluzini və Roberto Venturini qəbul edib. Prezident İlham Əliyev iyunun 12-sində Bakıda mötəbər beynəlxalq idman yarışının 1-ci Avropa oyunlarının başlanmasının və Avropadan çoxlu sayda idmançının bu yarışlarda təmsil olunmasının önəmini qeyd edib. Dövlətimizin başçısı yarışlarda iştirak edəcək San Marino idmançılarına da uğurlar arzulayıb. Prezident İlham Əliyev San Marinonu təmsil edən nümayəndələrin ölkəmizlə yaxından tanış olmaları üçün də tədbirin yaxşı imkan yaradacağına əminliyini ifadə edib. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayan ali qonaqlar San Marino nümayəndə heyətinin 1-ci Avropa oyunlarında iştirakından qürur duyduqlarını deyiblər. Qonaqlar bildiriblər ki, onların bu mötəbər idman yarışlarında iştirak etmələri Azərbaycanın beynəlxalq səviyyədə həyata keçirdiyi işlərə göstərdikləri hörmətin ifadəsidir. Görüşdə 1-ci Avropa oyunlarının xalqların bir-birini daha yaxından tanınması və xalqlar arasında humanitar və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi işinə töhfə verdiyi vurğulanıb. Bugün Azərbaycan Gənclər Təşkilatlarının bir qrup təmsilçiləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, eləcə də Böyük Britaniyanın səfirliyi qarşısında Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələrin keçirilməsinə etiraz əlaməti olaraq etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları Avropa İttifaqını ikili standartlardan əl çəkməyə çağırıblar. Biz ona bir Azərbaycan gəncliyi olaraq etiraz edirik. Nəinki Azərbaycan gəncliyi, Azərbaycan xalqı, bütün ictimaiyyəti buna etiraz edir. Bugün Azərbaycan Gənclər Təşkilatlarının bir qrup təmsilçiləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi qarşısında Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələrin keçirilməsinə etiraz əlaməti olaraq aksiya keçiriblər. Aksiya iştirakçıları Avropa İttifaqını ikili standartlardan əl çəkməyə çağırıb. Aksiya iştirakçıları əllərində Avropa İttifaqına ar olsun, Azərbaycandan əl çəkin, vətəndaş cəmiyyəti ikili standartlara yox deyir, idmanı siyasiləşdirməyin, üzdə dost arxada düşmən olmayın və başqa şüarlar yazılan plakatlar qaldırıblar. İştirakçılar Avropa İttifaqının Azərbaycana qarşı mövqeyinin qərəzli olduğunu dilə gətirərək, onların Azərbaycana qarşı apardığı qara PR kampaniyasına etirazlarını bildiriblər. Mən hesab edirəm ki, bu nəinki Azərbaycan gəncliyinin, bütün Azərbaycan ictimaiyyətinin etirazıdır. Azərbaycan xalqının etirazıdır. Yəni, Azərbaycan xalqı kifayət qədər prosesləri izləyir və buna kəskin etirazını bildirir. İdman oyunları bir vasitə ola bilməz. Azərbaycan dövlətinə qarşı bir təzyiq edilməsi üçün beynəlxalq təşkilatların, Qərbin, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in və digər təşkilatların bir əlində vasitəyə çevrilməməlidir. Artıq müstəqilliyinin 3-cü 10 illiyi belə tamam olmamış bir ölkənin, bütövlükdə qitənin idman oyunlarının standartlarını müəyyənləşdirəcək bir ölkə kimi belə möhtəşəm tədbirə ev sahibliyi eləməyi bizim bütün sahələr üzrə inkişafımızın göstəricisidir. Biz idmanı həmrəyliyin, sülhün, mədəniyyətin, inkişafın nümunəsi kimi qəbul edirik. Ancaq çox təəssüflər olsun ki, bir çox sahələrdə olduğu kimi Azərbaycan bu sahədə də ikili standartlarla üz-üzədir. Sonra aksiyanın qətnaməsi oxunub. Qətnamə Avropa İttifaqının nümayəndələrinə təqdim edilib. Qətnamədə bildirilir ki, iyunun 12-sində təntənəli açılışı gözlənilən Avropa oyunları öz miqyasına və əhəmiyyətinə görə bir idman yarışması olmayıb, son illər qitənin sosial və mədəni həyatında baş verən ən mühüm hadisələrdən biridir. Bu möhtəşəm idman bayramını təşkil etmək məsuliyyətini öz üzərinə götürmüş Azərbaycan qısa müddətdə bütün hazırlıq işlərini uğurla yekunlaşdıra bilib. Bununla belə, ölkəmizin sürətli inkişafını, siyasi pluralizm, vətəndaş cəmiyyəti və hüququn aliliyinin təmin edilməsi istiqamətində qazandığı uğurları gözü götürməyən bəzi idarələr fürsətdən yararlanaraq misli görünməmiş böhtan və qarayaxma kampaniyası aparmağa başlayıb. Gənclər təşkilatlarının təmsilçiləri həmçinin Böyük Britaniyanın Azərbaycandakı səfirliyi qarşısında da etiraz aksiyası keçirib.
Aksiya iştirakçıları bildiriblər ki, Avropa Azərbaycan nüfuzunu ölkəmizdə keçirilən möhtəşəm idman bayramını qəbul etmək istəmir. Azərbaycanın gəncləri də daxil olmaqla bütün ölkə vətəndaşları işçili standartlara yox deyil. Azərbaycan xalqının milli maraqlarına zərbə vurmaqdan əl çəkin, Avropa parlamenti dağıtmağı yox, qurmağa xidmət et, Azərbaycandan əl çəkin kimi şüarlar səsləndiriblər. Sonda aksiyanın qətnaməsi oxunub. Qətnamədə deyilir ki, sabah Bakı Olimpiya Stadionunda 1-ci Avropa oyunlarına start veriləcək. 50 ölkədən 6000-dən çox idmançının yarışacağı bu möhtəşəm tədbirin yüksək səviyyədə hazırlanması üçün böyük əmək sərf edilib. Qısa müddət ərzində atletlər, jurnalistlər və şəhərimizin qonaqları üçün hər cür şərait yaradılıb. Həqiqətən Azərbaycanda artıq sabah bildiyimiz kimi böyük dünya miqyaslı, Avropa miqyaslı böyük bir idman tədbirinə ev sahibliyi edəcəkdir. Təəssüflər olsun ki, bu ərəfədə artıq bir neçə həftə bundan öncə başlanan Qərbin bir çox siyasi dairələrin, ictimai dairələrin Azərbaycanın bu böyük nüfuzlu ev sahibi edəcəyi tədbirə qara yaxma kampaniyası təəssüflər olsun ki, bu günə qədər də hələ tədbirin açılışı ərəfəsinə qədər də davam etməkdədir. Azərbaycan gəncliyi gözləyirdi ki, Avropa bizə bu oyunlarda dəstək olacaqdır. Amma Avropa dövlətlərinin münasibəti tam əksinədir və qərəzlidir. Avropa dövlətləri istənilən halda keçiriləcək bu yarışlara mane olmaq istəyirlər. Daha sonra polis aksiyaya müdaxilə edib və qarşısı alınıb. Ceyhun Rasimoğlu, Orxan Elxanlı, Səs TV. Azərbaycan Mətbuat Şurası 1-ci Avropa oyunları ilə bağlı ölkə jurnalistlərinə müraciət edib. Müraciətdə deyilir ki, sabah vətənimiz Azərbaycan öz şanlı tarixinin yeni ilkinə imza atacaq. Bakıda 1-ci Avropa oyunları start götürəcək. Sizləri bu münasibətlə təbrik edir. Hər birinizə oyunların işıqlandırılmasında uğurlar arzuluyuruq. 1-ci Avropa oyunları xalqımız və dövlətimiz üçün son dərəcə mühüm hadisə, qürur verici olaydı. Belə anları bölüşmək təkcə sevincimizin ifadəsi deyil, eyni zamanda mühüm vətəndaşlıq missiyamızdır. Bu missiyanın zərurliyini şərtləndirən amillər sırasında bizim işimizə peşəkar kimi yanaşmaq, məsuliyyətimizlə yanaşı, həm də vətənpərvərliyimiz dayanır. Çünki 1-ci Avropa oyunları ilə bağlı Azərbaycana qarşı başladılan xoşagəlməz kampaniya ümumən ölkəmizə qarşı total informasiya müharibəsi xarakteri daşımaqdadır. Mərkəzi ofisi Kanadanın Toronto şəhərində yerləşən Beynəlxalq Söz Azadlığı Mübadiləsi şəbəkəsinin dünyada yerləşən jurnalist qurumlarına və insan hüquqları təşkilatlarına ünvanladığı müraciətdə fikrimizi qətləşdirməyə əsas verir. Müraciət 1-ci Avropa oyunlarının Azərbaycanda keçirilməsinə qarşı Twitter kampaniyasına qoşulmağa çağırış mahiyyəti daşımaqdadır. İnanırıq ki, Azərbaycan jurnalistləri ölkəmizlə bağlı əsl həqiqətlərin yayılmasında fəallıq göstərəcək Beynəlxalq Söz Azadlığı Mübadiləsi şəbəkəsinin dırnaq arası məqsədinin reallaşmasına yol verməyəcəklər. Bugün Bakı 2015 1-ci Avropa oyunlarında Azərbaycan yığma komandasının bayraqdarı məlum olub. Oyunlarda milli komandamızın bayraqdarının 2015-ci ildə judo üzrə bütün mötəbər yarışlarda qızıl medal qazanmış Elmar Qasımov olduğu açıqlanıb. Bugün Bakı 2015 1-ci Avropa oyunlarında Azərbaycan yığma komandasının bayraqdarı açıqlanıb. Bununla bağlı Milli Olimpiya Komitəsində keçirilən tədbirdə Olimpiya Komitəsinin 1-ci vitse-prezidenti Çingiz Hüseynzadə, komitənin vitse-prezidenti Xəzər İsayev, Gənclər və İdman Nazirinin müavini İsmail İsmailov, digər rəsmi şəxslər, idmançılar və jurnalistlər iştirak ediblər. Tədbirdə çıxış edən Çingiz Hüseynzadə, Xəzər İsayev və Gənclər və İdman Nazirinin müavini İsmail İsmailov 1-ci Avropa oyunlarının Azərbaycanda keçirilməsinin əhəmiyyətindən, ölkəmizdə idmana və idmançılara göstərilən diqqət və qayğıdan danışıblar. 2000-ci il Olimpiya oyunlarında yığma komandamızın bayraqdarı olmuş və əmin oyunlarda qızıl medal qazanmış Namiq Abdullayev idmançılarımıza uğurlar arzulayıb. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və 1-ci Avropa oyunlarında milli komandamızın bayraqdarının 2015-ci ildə judo üzrə bütün mötəbər yarışlarda qızıl medal qazanmış Elmar Qasımov olduğu açıqlanıb. Azərbaycan Respublikasının dövlət bayrağı judoçu Elmar Qasımova təqdim olub. İdmançı dövlət bayrağını Atletlər kəndinə aparıb. O, dövlət bayrağını 1-ci Avropa oyunlarının açılış mərasimində daşıyacaq. Bu, bütün Azərbaycan xalqının dəstəyi ilə hazırlanan oyunlardır. Ona görə bu oyunlar uğurlu olacaq. Bilirsiniz, mən həmişə Olimpiya oyunlarından əvvəl proqnozlar verirəm və proqnozlar doğruldur özünü. Amma bu yeganə tədbirdir ki, mən bura proqnoz verə bilmirəm. Çünki bu Bakıda keçirilən bir yarışdır. Hər bizi idmançımızdan mən medal gözləyə bilərəm. Çünki öz doğma evində hamı gözəl çıxış etməyə çalışacaq. Yəni, hər halda çox olacaq. Yəni, medallarımızın sayı çox olacaq. Xatırladaq ki, Bakı 2015 1-ci Avropa oyunlarının açılış mərasimi iyunun 12-sində Bakı Olimpiya stadionunda keçiriləcək. Cabir Məmmədov, Elgün Vidadoğlu, Samir Paşayev, Səs TV.
Birinci Avropa oyunlarına sayılı günlər qalmış Qubanın 5 ucqar dağlıq yaşayış məntəqəsinə internet verilib. Həmişə hökumətdən yenilik gözləyən xınalıqlar bu dəfə internet xidməti qazanıblar. Əməkdaşımız internetin verildiyi xınalıqda olub. Sujetimizi izləyək. Birinci Avropa oyunlarına sayılı günlər qalmış, Qubanın 5 ucqar dağlıq yaşayış məntəqəsinə internet verilib. Bu məqsədlə Xınalıq kəndindəki ATS-də 48 yerlik portu olan internet avadanlığı quraşdırılıb. Qrupumuz Xınalıq kəndində olarkən hazırda internetdən istifadə edən sakinlərlə də görüşüb, həmişə hökumətin qayğısını üzərlərində hiss edən Xınalıq sakinləri 1-ci Avropa oyunları ərəfəsində kəndə internetin ötürülməsini müsbət hal kimi qiymətləndirirlər. Biz demək ki, bizim üçün prezidentin möhtərəm evlərində hamısı interneti qoymağa, yerləşdirmək istəyirlər və o cümlədən bizim evdə də. 3 saat əlləşib, yarım saatın ya danışa bilirdin ya 3 saatda. İndi isə çox rahat, mən axşam Surqutla danışmışam, qardaşım orada işləyir, ailəsi ilə, sonra balıq qardaşım oldu oradadır. Çox rahat, yüksək səviyyədə, çox sevinirəm. Hamımız sevinirik ki, bu yenilikdir da, yeniliyə hamısı bütün adamların ürəyində yenilik arzusu var. Biz də buna çox şadıq ki, bu var. Quba Telekommunikasiya qovşağının rəisi Kamran Əhmədov da 1-ci Avropa oyunları günlərində dağ kəndlərinin internetləşdirilməsini müsbət hal kimi dəyərləndirir. Hal-hazırda Xınalıqda tam internetdən istifadə olunur. Gördüyünüz kimi vətəndaşlarla da, turistlərlə də, həm də digər işçilərimizlə də bir yerdə oldu burada. İnternetin böyük sürətli olmasından razıdırlar. Fibrooptik kabelləşmə elektron tipi ATS-dən istifadə olunur. Gələcəkdə də abunəçilər, dediyim kimi, potensial olduqda daha biraz çox avadanlıq qorumaqla internetin verilməsi təmin olunacaq. Cəbir Məmmədov, Emin Kərimov, Nurlan Şahmirzayev, Səs TV, Quba, Xınalıq. Azərbaycan Texnologiya Universitetində Bakı 2015 Avropa oyunlarının təbliğinə həsr olunmuş konfrans keçirilib. Yığıncaqda çıxış edənlər bildirib ki, 1-ci Avropa oyunları ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına, dünya idman aləmində önəmli yer tutmasına şərait yaradacaq. Azərbaycan Texnologiya Universitetində Bakı 2015 Avropa oyunlarının təbliğinə həsr olunan konfrans keçirilib. Universitetin akt zalında baş tutan tədbirdə təhsil ocağının professor, müəllim və tələbələri, eləcə də Gəncə şəhərinin idman ictimaiyyətinin nümayəndələri iştirak edib. Yığıncaqda çıxış edənlər bildirib ki, 1-ci Avropa oyunları ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına, dünya idman aləmində önəmli yer tutmasına şərait yaradacaq. Çıxışlarda vurğulanıb ki, Avropa oyunlarında ölkəmizi təmsil edəcək idmançılardan 24 nəfəri Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq gənclər idman məktəblərinin yetirmələri və həmin məktəblərdə çalışan məşqçi müəllimlərdir. Onlar 7 idman növü üzrə mübarizə aparacaqlar. 16 gün davam edəcək 1-ci Avropa oyunlarında 20 idman növü üzrə 6000-dən çox idmançı qalib adı uğrunda yarışacaq. Tədbirdə həmçinin Avropa oyunları mənşəlinin yandırılmasını özündə əks etdirən video çarx da nümayiş olunub. Respublikanın əməkdar məşqçisi Şöhrət ordenində Elçin Zeynalov çıxışında öz yetirməsi Olimpiya çempionu Toğrul Əskərova bu yarışda da böyük ümidlər bəslədiyini qeyd edib. Əməkdar məşqçi Faiq Məmmədov isə öz növbəsində idmançılara yaradılan şərait üçün universitet rəhbərliyinə təşəkkürünü bildirib. İştirakçılarının nəzərinə çatdırıb ki, 1-ci Avropa oyunları ərəfəsində ölkəmizdə aparılan təşviqat kampaniyası çərçivəsində Təhsil Nazirliyi tərəfindən kütləvi idman tədbirləri təşkil olunub. Cəbir Məmmədov, İlham Məmmədzadə, Səs TV, Gəncə. Hörmətli tamaşaçılar, bugünlük isə çatdıracaqlarımız bu qədər. Daim yenilənən xəbərləri sestv.asya.saytlarından izləyə bilərsiniz. Sağ olun, salamat qalın.